doğma xalqıma sözümü deyərək bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Böyük kürsüyle diyebiliriz ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycan, yaşasın Azərbaycan. Böyük kürsüyle diyebiliriz ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ